Zəbur 82-ci məzmur. Asəfin məzmuru. Allah öz toplantısında durub. Hökmünü verərək Allahlar arasında deyir, nə vaxtadək nahaq hökm verəcəksiniz, pislərə tərəfkeşlik eləyəcəksiniz. Yoxsulun və yetimin işinə ədalətlə baxın, məzlumun və fəqirin haqqını verin. Yoxsul və möhtacları qutarın, pislərin əlindən onları azad eləyin. Nə bilirsiniz, nə də ki anlayırsınız. Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız. Demişəm, siz Allahlarsınız, hər biriniz haqq-Taala övladlarısınız. Lakin insan kimi öləcəksiniz, adi bir hökmdar kimi torpağa düşəcəksiniz. Ey Allah, qalx, dünyaya hakim ol, çünki bütün millətlərə sən sahib olacaqsan.